Salam dostlar, MHM Tədris Mərkəzinin Riyaziyyat test toplusunun yeni nəşrindən çoxhədlərin vuruqlara ayrılması mövzusunun 7-ci testinin suallarına baxaq. Birinci sual belədir. Deyilir ki, verilmiş çoxhədlisinin vuruqlarından biri aşağıdakılardan hansıdır? Dərhal yazaq. A kvadrat üstəgələk A üstəgələk 3, vurulsun A kvadrat üstəgələk A üstəgəlsin 4, çıxılsın 12. Gəlin belə bir əvəzləmə eləyək. A kvadrat üstəgələk A-ya bir T desək, onda nə cür yazarıq? T üstəgələk 3, vurulsun T üstəgələk 4, çıxılsın 12. O da bərabərdir. T kvadratı, deməli 3-ün üstə 4 gəldik, T-yə vururuq. Üstəgəl 7T, üstəgəl 3 dəfə 4, 12. Çıxaq 12. Müsbət mənfi 12-lər islah olur. Yerdə qalır T kvadratı üstəgələk 7T. T-ni də ortaq vuruq çıxartsaq, T üstəgəlsin 7. Beləliklə, T nə idi bizdə? A kvadratı üstəgələk A idi. A kvadratı üstəgələk A vurulsun, A kvadratı üstəgələk A üstəgələk 7 almış olarıq. Doğru cavab da olar. B bəndi. Vuruqlardan biri A kvadratı üstəgəl A üstəgəl 7-dir. Növbəti suala baxaq. Növbəti sualda deyilir ki, P 2x çıxılsın 1 bərabərdir 4x kvadratı üstəgəlinsin 2x çıxılsın 3 olarsa, Px çoxhədlisinin nəyə bərabər olduğunu tapın. Baxın, biz x qurmaq istəyirik, düzdürmü? Bu x-in əvəzində biz x ştrix yazaq. Ya da deyə bilərik ki, x ştrixi almaq üçün, yəni buna x-in əvəzinə yeni deyirəm. Bax, burada x ştrix yazaq. X ştrixi almaq üçün nə etmək lazımdır? 2x-in yerinə biz nə qoysaq, deməli, 2x çıxaq 1-in yerinə nə eləməliyik ki, x ştrix alaq? Deməli, bu ikisi bir-birinə nə olmalıdır? Bərabər. Buradan, deməli, x ştrix üstəgələk 1 bərabərdir 2x olar və beləliklə x bərabərdir. X ştrix üstəgələk 1 bölünsün 2. Yəni, siz x' gördüyünüz, x-i x' üstəgələk 1 bölünsün 2 ilə əvəzləməlisiniz. Onda gəlin bu ifadədə əvəzləyək. P 2 vurulsun, elə 2 vurulsun yazmaq əvəzinə yazaq elə 2x çıxaq 1 bizdə x' idi. X' bərabərdir 4 vurulsun x-in yerinə x' üstəgələk 1 bölünsün 2-nin kvadratı. Üstəgələk 2 vurulsun x' üstəgələk 1 bölünsün 2 çıxılsın 3. Beləliklə P x' bərabərdir 4 vurulsun, sürəti kvadrata yüksəldirik. X' üstəgələk 1-in kvadratı bölə 2-nin kvadratı 4. Üstəgələk 2 ilə 2 ixtisar gedir. Qalır x' üstəgələk 1 çıxılsın 3. Burada da 4-ləri ixtisar aparsaq, beləliklə nə alarıq? P x' bərabərdir x''in kvadratı üstəgələk 2x' üstəgələk 1 üstəgələk x' üstəgələk 1 çıxılsın 3. Buradan da P x' bərabərdir x''in kvadratı üstəgələk 3 ədəd x' üstəgəlinsin, daha doğrusu çıxılsın. 1-in üstə 1 gəndə 2, 2-dən də 3 çıxanda mənfi 1. İndi biz bilirik ki, burada verilmiş çoxhədlidə dəyişəndən, çoxhədlinin yəni forması o çoxhədlinin dəyişənindən asılı deyil. Yəni siz x''in əvəzinə x də yaza bilərsiniz, y də yaza bilərsiniz. Yəni x' bərabərdir x əvəzləməsi aparsaq, Px bərabərdir x-in kvadratı üstəgələk 3x çıxılsın 1 almış olaraq ki, doğru cavab da bizdə B bəndi edər. Sonra 3-cü suala baxaq. 3-cü sualda deyilir ki, verilmiş bu çoxhədlisinin açılışında 2 deməli tək dərəcəli hədlərin əmsalları cəmini tapın. Baxın, burada diqqət yetirməli olduğumuz məqam nədir? İkinci mötərizdəki çoxhədlinin hədlər olan bir hədlər cüt dərəcəlidir. Birinin dərəcəsi 2-dir, digəri isə sərf 1-dir, yəni 1 ədəddir. O dərəcəsi 0 olan çoxhədlidir, bir hədlidir, doğrudurmu? Yəni burada tək dərəcəli hədlər yoxdur. Ona görə biz buradakı cavabı onsuzdan vurmalıyıq qabaqdakına. Qabaqdakıdakı tək əmsallılara. Ona görə nə edirik? Çoxhədlərin əmsalları cəmini nə cür tapa bilərik? Əgər biz bu 2x kvadratı çıxaq 1, üzərində məsələn bu 0 olmasaydı, 2 olsaydı birbaşa hesablayardıq, sonra toplayardıq. Ya da ki, yadımıza salırıq Newton binomunu. Binomda belə bir binom olanda onun əmsallar cəmini nə cür tapırdıq? Dəyişənlərə sadəcə 1 verirdik. Çünki dəyişənlərə 1 verdikdə qarşıdakı əmsallar qalır. Onda 1 versəm 2x kvadratı çıxaq 1 üzəri 20 ifadəsini tapa bilərik. 2 vuraq 1, 1-in kvadratı çıxaq 1 üstü 20, bu da elədir 1. Deməli, ikinci mötərizənin, yəni ikinci çoxhədlinin əmsallar cəmi 1 eləyir. Bununla bizim problemimiz yoxdur. Amma baxaq bu hissəyə. Burada x üstü 5 tək dərəcəli həddir, bir hədlidir. Amma 1 cüt dərəcəli bir hədlidir. Düzdür? Onun üçün nə edirik? Bunu açmalıyıq. Bizə tək dərəcəlilər lazım deyil. Biz belə bir şey eləyək. A deməyək. Yaxşı, elə yazaq bunun özünü. 3x üstü 5 üstə gələk 1-in üzəri 4.
Bunu necə aça bilərik? Kombinzon 4 elementdən 0, 3x üstü 5 üstü 4. Üstə gələk, nə olmalıdır? Kombinzon 4-dən 1, 3x üstü 5 üstü 3 vurulsun ikincinin özü. Yəni vur 1 və bu qayda ilə belə gedir. İkinci 1 olduğunu görə bir narahatlığımız yoxdur. Biz tək dərəcəliləri axtarırıq. Tək dərəcəli baxırıq ki, kombinzon 4 elementdən 0 olan hissə cüt dərəcəli bir həddidir. Amma indeks tək olanda, yəni 4-dən 1 olanda bu artıq tək dərəcəlidir. Ona görə belə eləyərəm. Mən nələri hesablamalıyım? Kombinzon 4-dən 1, 3x üstü 5 üstü 3 bu 1 olmalıdır. Bir də kombinzon 4-dən 3, 3x üstü 5 üstü neçə olmalıdır? Bağışlayın, burada deməli 4x-dən 1, bəli 1 azalırdı. Hə, burada da olmalıdır nə? 1. Çünki 4-dən 3 çıxanda 1 qalır. Doğrudur mu? İndi onda bunu hesablayaq. 4-dən 1 bizə nə verir? 4 vuraq. 3-ün kubu 27, x üstü 15. Bu da elədir 108, x üzəri 15. Bir də ikinciyə baxaq. 4-dən 3 bizə nə verir? 4. 4 vurulsun 3x üstü 5, o da bərabərdir 12x üstü 5. Beləliklə tək dərəcəli bir hədlərin əmsalları cəmi nə qədər elədi? 108 üstə gələk 12 elədi 120. Baxın, ikinci mötərəzənin isə dedik ki, əmsalları cəmi 1-dir. 120-ni də 1-ə vuranda 120 doğru cavab olur. A bəndi. Sonra dördüncü suala baxaq. Dördüncü sualda deyilir ki, x üstü 4 çıxaq 4x kubu üstə gələk 6x kvadratı çıxaq 4x üstə gələk 1 çox həddisinin vuruqlara ayrılışı aşağıdakılardan hansıdır? Gəlin belə bir şey eləyək. Yazaq x üstü 4 çıxaq 4x kubu üstə gələk 3x kvadratı üstə gələk 3x kvadratı çıxaq 4x üstə gələk 1. Elədiyimiz şey nə oldu? 6x kvadratını 3x kvadratı üstə gələk 3x kvadratı şəklində 2 yerə parçalamaq oldu. Nə üçün parçaladım? İlk üçündən x kvadratını ortaq vuruq çıxartsam nə qalır? X kvadratı çıxaq 4x üstə gələk 3. Üstə gələk ikincisi də olar 3x kvadratı çıxaq 4x üstə gələk 1 bərabərdir. Deməli x kvadratı vurulsun. X kvadratı çıxaq 4x üstə gələk 3-ü nə cür ayırarıq? X çıx 1, x çıx 3 şəklində. Üstə gələk, bəs ikincinin nə cür vuruqlara ayırmalıyıq? 3x çıx 1, bir də x çıx 1 şəklində vuruqlara ayırmalıyıq. İndi biz x çıxaq 1 ortaq vuruq çıxartsaq, deməli x kvadratını x çıxaq 3-ə vururuq. Olur x kvadratı çıxaq 3x, deməli x kubu çıxaq 3x kvadratı. Yəni bunu doğru yazaq. Sonra üstə gələk 3x çıxılsın 1. O da bərabərdir. X çıxılsın 1 vurulsun. Mötərəzəncinə diqqət yetirək. X çıxaq 1-in kubunun açılışıdır. Beləliklə biz nə aldıq? X çıxaq 1-in üzəri 4. Doğru cavab oldu. A bəndi. Sonra 5-ci suala baxaq. Maraqlı və olduqca asan bir sualdır. M bərabərdir 3-cü dərəcədən kökün altında 5 çıxılsın 1 olarsa m kubu üstə gələk 3m kvadratı üstə gələk 3m çıxılsın üstə gələcək 4 ifadəsinin qiymətini hesablayın. Dərhal baxaq, yazıram. M kubu üstə gələk 3m kvadratı üstə gələk 3m üstə gələk nə olmalıdır? 1 olmalıdır ki, bax bu hissə bizə nəyə versin? M üstə gələk 1-in kubunun açılışını. Üstə gələk onda artıq nə qalır bizdə? Biz 3 qalır. Onda yazaq. M-in qiyməti neçədir? 3-cü dərəcədən kökün altında 5 çıxaq 1 üstə gələk 1-in kubu üstə gələk 3. Mənfi 1-lə müsbət bir islah olur. 3-cü dərəcədən kök altında 5-in kubu bizə verir 5. 5-in də üstə 3 gələndə olur 8 və doğru cavab bizə verir A bəndi. Sonra 6-cı suala baxaq. 6-cı sualda görək nə deyir? Deyir ki, AX çox hədlisi ən böyük dərəcəli həddinin əmsalı 4 olan 3 dərəcəli çox hədlidir. Deməli bu 4x kubu üstə gələk bx üstə gələk bx kvadratı bağışlayın. Bx kvadratı ya da ax kvadratı yazsaq daha doğru olar. Ax kvadratı üstə gələk bx üstə gələk c şəklində bir çox hədliymiş. Deyir ki, indi a mənfi 1-in sonra 0-ın və 1-in qiymətləri üçü də bir-birinə bərabərdir və hamısı qiyməti 2 verir. Gəlin onda birinci a mənfi 1-i tapaq. Yəni x-in yerinə mənfi 1 qoyuruq. 4 vurulsun mənfi 1-in kubu üstə gələk a vurulsun mənfi 1-in kvadratı üstə gələk b vurulsun mənfi 1 üstə gəlsin c. Beləliklə sadələşmə aparsaq nə olar? Mənfi 4 üstə gələk a çıxılsın b üstə gələk c və qiyməti bizə nə verməlidir? 2. Sonra a0-ı tapmalıyıq. 0 nə deməkdir? X-in yerinə 0 qoy getsin də. Onda 0 qoysam 4 vurulsun 0-ın kubu üstə gələk a vurulsun 0-ın kvadratı üstə gələk b vurulsun 0 üstə gələk c yenə 2 verməlidir. Buradan belə çıxır ki, sərbəst həssə 2-yə bərabərdir. Beləliklə onda burada nə alırıq? Mənfi 4 üstə gələk a çıxılsın b üstə gələk 2 bərabərdir 2. Bu ikilər bir-birini islah aparsa sağ tərəfdə 0 qalar. Beləliklə a çıxıq b bərabərdir. Nə olar? 4 olar.
Açıq B 4 imiş. İndi gəlin biz 1'i tapaq. A1 bərabərdir. 4 vurulsun 1'in kubu 1'dir. Yəni birbaşa 4 vurulsun 1. Üstə gələ A vurulsun 1'in kvadratı 1. Üstə gələ B vurulsun 1. Üstə gələ 2 bərabərdir 2. Beləliklə A üstə gələ B bizdə bu dəfə nəyə bərabər olar? -4-dür. Onda A üstə gələ B bərabərdir. -4'dür. A üstə gələ B isə bizdə 4'dür. Tərəf-tərəfə də toplasaq 2A 0 eləsə A'dan da 0 alarıq. A'ya 0 alsaq onda B bizdə nəyə bərabər olmalıdır? -4'də. İndi soruşur ki A3'ün qiymətini tapın. Yaxşı biz AX-in formasını tam şəkildə yazaq sonra. 4x kubu. İndi baxın A'nın qiyməti 0'dır. X kvadratına vuranda 0. Yəni bu ümumi formadan x kvadratı yoxa çıxır. B'nin qiyməti də -4 olur -4x. Üstə gələk C'nin də qiyməti 2. İndi gəlin A3'ü tapaq. A3 bərabərdir. 4 vurulsun 3'ün kubu çıxılsın 4 vurulsun 3 üstə gəlinsin 2. 3'ün kubu 27 4'ə vuranda 108 çıxaq 12 üstə gəl 2 bu da elədi 98 və doğru cavab oldu A bəndi. Sonra 7-ci suala baxaq. 7-ci sualda deyilir ki Px bərabərdir 3x üstü 4 üstə gələk 4x kubu çıxılsın 8x kvadratı üstə gələk 13. Buradan deyir ki P kvadratı x üstə gələk Px kubu çıxılsın 2 çox həddəsin dərəcəsini tapın. Baxın. Bu olduqca sadədir. P kvadratı deyil, yəni bu verilmiş çox həddin kvadrata yüksəldin. Çox həddin dərəcəsi bizdə 4'dür. Kvadrata yüksəldəndə P kvadratı x çox həddinin dərəcəsi olur 8. Yəni x üstü 8 üstə gələk yerdə qalan həddlər. Hətta 3'ün kvadratı da 9 dedik. Bu şəkildə yazaq dəqiq olsun. Və Px kubu çıxılsın 2 çox həddisi haqqında nə demək olar? Harada x gördünüz, onu x kubu çıxaq 2 ilə əvəz eləyək. Onda olur x kubu çıxaq 2'nin 4-cü qüvvəti. Beləliklə biz nə alırıq? 3 x üstü 12 və s. və s. Deməli bu çox həddin dərəcəsi 12 oldu. İndi bu birisi də 8'dir. Deyildi bu cəmin dərəcəsi müəyyən edin. Biz də bildik ki cəmdə dərəcəsi böyük olan bir həddinin dərəcəsi artıq çox həddin dərəcəsi deməkdir. Deməli onda çox həddin dərəcəsi 12'yə bərabərdir. Sonra 8-ci sual. Aşağıdakılardan hansı çox hədlidir? Biz dedik ki çox hədlinin dərəcəsi 0'dan böyük bərabər olmalıdır. Ona görə birinci çox hədlidir. Üçüncü dərəcəsi 0'a bərabər olan çox hədlidir. Bağışlayın burada x üstü 0 yazmalıydım. X üstü 0 bərabərdir 1'dir. Deməli 1 üstü doğrudur. Amma 4'dən 5, 4'dən 2 ola bilməz. 1, 5 də ola bilməz. Çünki 5'də dərəcə -1'dir. 5'i çıxsaq, qaldı 1, 4, 1, 3, 4 və 1, 3. İndi baxın. 1, 3 onsuzdan dəqiqdir. Bir dənə 2 ilə 4'ün olub olmamalıdır. 2 ümumiyyətlə variantlarda yoxdur. 4 də ola bilməz. Niyə görə ola bilmir? Çünki biz kökaltı olan ifadədən danışmırıq axı. Ümumi haldan söhbət edir ki, ümumi halda yəni kök olmadan sadəcə olaraq x-lərdən, y-lərdən, a-lardan, b-lərdən olan və dərəcəsi müsbət olan deməli 0 və müsbət tam ədədlər olan ifadələr bizə çox həddi verir ki, ona görə 4 də çox həddi ola bilməz və doğru cavab C bəndi qalar. İndi 9-cu suala baxaq. Px və 2x çox hədlərinin dərəcələri uyğun olaraq 7 və 4'dür. Onda belə yazaq. Bu olar onda x üstü 7 üstü 4. Belə bu qısa şəkildə yazdım. Üstə gələk yerdə qalan həddlər. O yerdə qalan həddlər bizə maraqlı deyil onsuzdan. Sonra x-nin də dərəcəsi 4'dür. Onda olur x üstü 4 üstü 3 və üstə gələk yerdə qalan həddlər. Bunları nisbəti bizə çox həddi verirsə, deməli bir üstdəki çox həddi, altdakı çox həddi qalıqsız bölünür. Onda bu ifadə eləyər x üstü 28 üstə gələk yerdə qalan həddlər. Digərsə x üstü 12 üstə gələk yerdə qalan həddlər. Bu nisbət bizə nə verər? X üstü 16. Çünki bölmə zamanı 28-dən 12'sini çıxarsınız 16 və yerdə qalan həddlər şəklində yazmaq olar və doğru cavab da olar D bəndi. İndi gəlin 10-cu suala baxaq. 10-cu sualda nə deyilir? Deyilir ki Px bərabərdir x çıxaq 1 üzəri 4 üstə gələk x kubu üstə gələk 1 olarsa Px üstə gələk 1 çox həddisinin cüt dərəcəli əmsalları cəmini tapın. Gəlin birinci Px üstə gələk 1 çox həddisini yazaq. X-in əvəzinə x üstə gələk 1 qoyuruq. Çıx 1 üstü 4 üstə gələk x üstə gələk 1'in kubu üstə gələk 1. Beləliklə Px üstə gələk 1 bərabərdir. Olur x üstü 4 üstə gələk x üstə gələk 1'in kubu üstə gələk 1. Deyildi cüt dərəcəli hədlərin əmsalları cəmini tapın. Biz baxırıq. Onsuzdan bu x üstü 4 cüt dərəcəlidir. Bunun əmsalı 1'dir. Buradakı bu 1 dərəcəsi 0 olan bir hədlidir və onun da əmsalı 1'dir. Geridə qaldı ortadakının tapmaq. Ortadakının cüt dərəcəli əmsallarını tapmaq lazımdır. Biz də bunu bilirik ki, belə bir binom olanda onun əmsalları cəmi 2 üstü n-ə bərabərdir. Yəni n bizdə 3'dür. Qüvvət 3'dür. 2 üstü 3'ə bərabərdir. Onun yarısı cüt idi. Yarısı da tək dərəcəli əmsallara düşürdü. Ona görə 2 üstü 3 edir 8, yarısı da 4. Həqiqətən də x üstə gəlib 1'in kubunu açıb
Oradan cüt dərəcəli əmsallar toplasaq görərsiniz siz 4 alarsınız. Beləliklə 1 üstəgəl 4 üstəgəl 1 bizə verər 6. Yəni doğru cavab olar C bəndi. 11-ci suala baxaq. 11-ci sualda deyilir ki, Px dərəcəsi 1 olan çoxhədlidir. Yəni Px hər hansı bir xəttli bir hədli, iki hədli deyək. Ax üstə gələk 5 şəklində yazıla bilir. İndi P1 bizə 6 verir. Yəni x-in yerinə 1 qoyun. A üstə gələk B bizə verir 6. Bir də P mənfi 2 bərabərdir. Yəni mənfi 2A üstə gələk B də bizə verir 3. İndi tərəf-tərəfə çıxaq. A-dan mənfi 2A-nı çıxsaq nə alarıq? Müsbət 3A. B-dən B çıxsaq 0. 6-dan 3 çıxanda 3. Yəni A da bərabərdir 1. A-nı tapdıq ki 1-dir. İndi B-ni tapmaq lazımdır. A-nın üstə B gələndə 6 edir. Deməli B-nin qiyməti neçə olmalıdır? 5 olmalıdır. Onda bizim bu xətti çoxhədlimiz nətər olar? İkihədlimiz Ax üstə gələk B formasındaydı. A-nın və B-nin qiymətlərini yerinə qoyaq. Onda Px bərabərdir. A-nın qiyməti 1-dir. 1 vur x, x üstə gəl 5. Yəni üstə gələk 5 imiş. Beləliklə P3-ü tapsaq, 3 üstə gələk 5, o da bərabərdir 8 edər ki, doğru cavab da A bəndi olar. İndi gəlin 12-ci suala baxaq. 12-ci sualda deyilir ki, A x üstə gələk 2 bərabərdir. X kubu çıxaq 4x kvadratı üstə çıxılsın 8x üstə gələk 14 olarsa, verilmiş çoxhədlinin əmsalları cəmini tapın. Deməli, mən deyirəm ki, A 2x üstə gələk 1-i tapmalıyam. Bunun üçün fikirləşirəm ki, mən x-in yerinə nə qoymalıyam? Yenə bayaqki qayda ilə yazıla bilər. Yəni 2x üstə x ştrixlə əvəz eləyək. 2x ştrix üstə gələk 1 bərabərdir üstəki olmalıdır. Yəni x üstə gələk 2. Buradan görək x nəyə bərabərdir? 2x ştrix çıxaq 1. Deməli, siz x-in yerinə 2x ştrix çıxaq 1 qoymalısınız. Beləliklə, nə olar onda? X-in yerinə qoyuram mən, yuxarıdakı x-in yerinə qoyuram 2x ştrix çıxaq 1-in, bunu da gəlin ştrixlə əvəzləyək. Kubu çıxaq 4 vurulsun, 2x ştrix çıxaq 1, çıxılsın 8 vurulsun, 2x ştrix çıxaq 1, üstə gəlsin 14. Sonra bayaq dediyimiz kimi, x ştrix elə x deməkdir. Yəni, bunu y-ə də bərabər götürə bilərsiniz, fərqi yoxdur. Onda qayıdıb yenə x-dən yazsaq, x ştrixin əvəzinə x yazsaq, 2x üstə gələk 1 bərabərdir. Deməli olur 2x çıxaq 1-in kubu, çıxılsın 4 vurulsun, 2x çıxılsın 1, çıxılsın 8 vurulsun, 2x çıxılsın 1, üstə gələk də 14. İndi deyir ki, çoxhədlisinin əmsalları cəmini tapın. Əmsalları cəmini tapmaq üçün x-in yerinə 1 vermək lazım idi. Yəni biz əslində qalsa A3-ün qiymətini tapırıq da. Onda nə olar? A3-ün qiymətini tapmaq üçün alırıq ki 4, deməli 2 dəfə 1, 2, 1 çıxanda 1, 1-in kubu, çıxaq 4 vurulsun 1, çıxaq 8 vurulsun 1, üstə gəlsin 14. Yəni 1 çıxaq, 4 çıxaq 8, üstə gələk 14. Beləliklə 1-in üstə 14 gəldi 15, mənfi 12 də üstə gəlsək eləyər müsbət 3 və doğru cavab olar D bəndi. Sonra 13-cü suala baxaq. 13-cü sualda deyilir ki, x çoxhədlisinin dərəcəsi qx çoxhədlisinin dərəcəsindən 2 vahid çoxdur. Px-in dərəcəsi olsun, deməli A vurulsun x üzəri n plus 2, üstə gələk yerdə qalan hədlər, yenə biz bilmirik. Qx çoxhədlisini də bu şəkildə yazaq. Böyük A vurulsun x üzəri n, üstə gələk yerdə qalan hədlər. İndi deyək ki, bu nisbətdən alınan çoxhədlinin dərəcəsi 25-dir. Onda yazaq. X kubu vurulsun. P kvadrat dedikdə bunu kvadrata yüksəldirik. Olur nə? A kvadratı vuraq x üzəri 2n plus 4. Düzdürmü? Və yerdə qalan hədlər. Bölünsün. Böyük A vurulsun x-in kubu. Burada bir x kvadratının kvadratı olmalıdır. Bax, bağışlayın. Burada x kvadratın kvadratı olmalıdır. Biz də birbaşa dedik ki, 2-ni 2-yə vurarıq, 4 yazarıq. Yəni 4 vurulsun n plus 2. Bu şəkildə yazsaq daha doğru olur. Sonra qx kubu deyirsə, onda nə olmalıdır? A x üzəri 3n üstə gəlinsin və s. Bax, bu şəkildə də bu davam eləməlidir. Bərabərdir deyir, alınan çoxhədlinin dərəcəsi deyir 25-dir. Yəni, hər hansı S vurulsun, x üzəri 25 üstə gələk yerdə qalan hədlər. Ona görə neyik? Biz x-dərin nisbətinə baxsaq bəs edir. Qüvvətlərin, elbə ki, əsas bir hədlərin hasilinə baxırıq da, hasilə nisbətinə. X kubu vuraq, x üzəri 4n üstə gəl 8 bölünsün, x üzəri 3n bərabərdir x üstü 25. Heç əmsallar da yazmıram və yerdə qalan hədlər. Və burada da yerdə qalan hədlər var idi, düzdürmü? İndi əsas məsələ bu hissəni götürsək, onda x üzəri 4n üstə gələk 8 üstə gələk 3 çıxılsın 3n bərabərdir x üstü 25 yaza bilərik. Bu kobud formada yazılır, amma bu formada başa düşmək olar. N üstə gələk 11 bərabərdir 25-dirsə, n-ə biz alarıq 14. Bəs onda Px-in dərəcəsi nə qədər olar? Baxın, n üstə gələk 2-dir. Yəni 14 üstə gəlinsin 2, 16 eləyir. Və doğru cavab olar
B bəndi. Sonra 14-cü suala baxaq. 14-cü sualda deyilir ki, AX bərabərdir. A vurulsun x'in kubu üstə gələ bx kvadratı üstə gələ c çoxhədlisi verilmişdir. A -1 12-dir və A1 -8-dir. Dərhal yazaq. A -1 bərabərdir. X'in yerinə -1 qoysaq, -A üstə gələ b üstə gələ c bərabərdir 12. Bir də A müsbət 1-i tapsaq, onda olar A üstə gələk B üstə gələk C bərabərdir -8. Bizdən B üstə gələk C-ni tapmaq tələb olunur. Ona görə gəlin tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplayanda -A müsbət A bir-birini aparır. Qalır B üstə gələk C-dən 2 ədəd. O da 12 üstə də -8 gələndə müsbət 4. Beləliklə B üstə gələk C üçün biz 2 almış olarıq. Sonra 15-ci suala baxaq. 15-ci sualda deyilir ki, Px üstə gələk 2 bərabərdir x kvadratı çıxaq 3x üstə gələk A çoxhədlisi verilmişdir. Deyir ki, Px üstə gələk 1 çoxhədlisinin sərbəst həddi 5 olarsa A-nı tapın. Px üstə gələk 1 deyirsə, deməli biz x-in əvəzinə qoymalıyıq. X-in əvəzinə yuxarıdakında x çıxıq 1 qoymalıyıq ki, x çıxaq 1-in üstə 2 gələndə x üstə gələk 1 alsın. Deməli, x-lərin yerinə x çıxaq 1 qoymuşuq. Və bu şəkildə də yazdıq. İndi gəlin sadələşdirək. Px üstə gələk 1 bərabərdir. Baxın, x kvadratı çıxaq 2x üstə gələk 1, çıxaq 3x üstə gələk 3 üstə gələk A. İndi baxın, sərbəst hədləri deyir onsuzdan bizə. 1, 3, A. Bunların cəmi nəzərdə tutulur. 1 üstə gəl, 3 üstə gəl A bərabərdir 5. Buradan da A-ya biz nə almış olarıq? 1 almış olarıq ki, doğru cavab da edər B bəndi. Sonra B bəndi. İndi gəlin 16-cı suala baxaq. 16-cı sual olduqca maraqlı bir sualdır. Görək 16-cı sualda nə deyilir? Deyilir ki, AX çoxhədlisinin x-ə bölünməsindən alınan qalıq 15, BX çoxhədlisinin x-ə deməli x-ə deyirəm, x çıxaq 2-yə bölünməsindən alınan qalıq isə 5-ə bərabərdir. Onda gəlin belə bir şey deyək. Deyək ki, AX çoxhədlisi hər hansı x vurulsun, PX çoxhədlisi bir üstə gələk 15 şəklində yazıla bilər. Bəs BX nə cür yazıla bilər? X çıxaq 2-nin hər hansı bir QX çoxhədlisinə hasili və üstə gələk qalığı 5. İndi nə eləyik? AX üstə gələk 1 yazmalıyıq. AX üstə gələk 1 olsa, AX üstə gəl 1 nə olmalıdır? X üstə gəl 1 vurulsun, PX üstə gəl 1, üstə gələk 15. Bəs BX üstə gələk 3-ü tapsaq nə olar? X-in əvəzinə x üstə gələk 3 qoysam, onda x üstə gələk 3-dən də 2 çıxanda yenə x üstə gələk 1 vurulsun Q, bağışlayın, burada olmalıdır Q. Qx üstə gələk 3, üstə gəl 5. İndi bunların nisbəti olmalı. Yazıram. X üstə gəl 1 vuraq, Px üstə gəl 1, üstə gəl 15-in. Deməli, x üstə gəl 1, Qx üstə gəl 3, üstə gəl 5-ə nisbəti bizə verir 3x kvadratı çıxaq 2x üstə gələk A. İndi deyir ki, bərabərliyinə əsasən. Bərabərlik deyəndə gəlin x-in yerinə -1 qoyaq. -1 qoyanda, -1 üstə 1 gələndə 0 eləyir. 0-ı da Px üstə gələk 1-ə vuranda 0, bu hissə getdi. Məxrəcdə də bu hissə 0 getdi. Qaldı 15 bölü 5. Belədir 3 bərabərdir. 3 vurulsun. X-in yerinə biz nə vermişik? -1. -1-in kvadratı vuraq, 2 vuraq, -1 üstə gəl A. Beləliklə 3 bərabərdir. 3 üstə gəlinsin, 2 üstə gəlinsin A. Buradan da biz A-ya -2 tapmış olarıq ki, doğru cavab verilər D bəndi. Sonra 17-ci suala baxaq. 17-ci sualda deyilir ki, Px üstə gələk 2 bərabərdir 2x kubu çıxaq x kvadratı üstə gələk 4 və Qx çoxhədliləri verilmişdir. Qx çoxhədlisi amma verilməyib dərsində qalsa. Sonra deyir ki, Px bizdə x çıxılsın 1 vurulsun hər hansı bir Qx üstə gələk A bərabərliyini ödəyirsə, onda A parametri aşağıdakılardan hansıdır? Baxırıq, burada x üstə gələk 2 var. Deməli, mən bu x-in əvəzinə x çıxaq 2 qoysam, onda -2 ilə müsbət 2 bir-birini aparar və Px alır. Deməli, onda Px bərabərdir. Deməli, x-in yerinə qoymaq lazımdır, x çıxaq 2. 2 vurulsun x çıxaq 2-nin kubu, çıxaq x çıxaq 2-nin kvadratı üstə gələk 4. Deməli, dərhal onu altda yazırıq. Bu ikisi bir-birinə bərabər olmalıdır. Yəni, x çıxaq 1 vurulsun Qx üstə gəl A, bərabər olmalıdır. 2 vurulsun x çıxaq 2-nin kubu, çıxılsın x çıxaq 2-nin kvadratı üstə gəlinsin 4 olmalıdır. İndi bizdən A-nı tapmaq tələb olursa, deməli mən Qx-i bilmirəm. Əslində deyək, Qx çoxhədləri verilibdir. Qx-in dəqiq forması yoxdur. Mən deməli Qx-i yoxa çıxartmalıyam. Bunun üçün nə edirəm? X-ə 1 verirəm. X-ə 1 verirəm ki, 1-dən 1 çıxanda 0 olsun və Qx-i də 0-a vuranda bu hissə getsin. Yerdə nə qalsın? A bərabərdir. 2 vuraq.
X-i yerinə 1 qoyuram. 1 çıxaq 2-nin kubu, çıxaq 1 çıxaq 2-nin kvadratı üstə gəlinsin 4. Beləliklə A bərabərdir. -2 çıxaq 1 üstə gəlinsin 4. Beləliklə biz alırıq müsbət 1. A deməli bizdə nəyə bərabər imiş? Müsbət 1-ə bərabər imiş. 18-ci suala baxaq. 18-ci sualda deyilir ki, Px üstə gəl 2 bərabərdir x kubu üstə gələk 6x kvadratı çıxaq 5x çıxaq 13 çoxhəllici vermişdir. Buna əsasən Px çoxhəllisinin sərbəst həddini tapın. Deməli biz burada x-in əvəzinə nə yazmalıyıq? X-in əvəzinə x çıxaq 2 qoymalıyıq. Beləliklə Px bərabərdir x çıxaq 2-nin kubu üstə gələk 6 vuraq x çıxaq 2-nin kvadratı çıxaq 5 vurulsun x çıxaq 2 üst çıxaq 13. İndi sərbəst həddin deyir. Baxırıq, -2-nin kubunu götürməliyik. Bu eləyir -8. Üstə gələk 6 vuraq. -2-nin kvadratını götürməliyik. Bu da eləyir 4. Çıxaq 5 vurulsun. Bir də nə olmalıdır? Bu -2-nin özü. -2. Bir də çıxaq 13. Deməli bunu hesablayaq. -8 üstə gələk 24 üstə gələk 10 çıxılsın 13. -8 -13 elədi -21. Üstə 24 gələndə 3. 3-ün də üstə 10 gələndə eləyir 13. Və doğru cavab edir A bəndi. Sonra 19-cu suala baxaq. Belə bir çox hədli verilib deyir. Çox hədlisinin tək dərəcəli hədlərin əmsalları cəmini tapın. Gəlin biz bunu ümumiləşdirək. Ümumiləşdirmək nə deməkdir? Deyək ki, bizim Px çox hədlisinin ümumi forması əslində qalsa olsun x kubu çıxaq x üstə gələ 3 üzəri n olsun. Burada əlbəttə ki, n 0 və 0-dan böyük tam ədədlərdir. Deməli 1 götürsək n-in, onda nə alarıq? Px bərabərdir x kubu çıxaq, gəlin onu bunu Pn yazaq ki, yəni P1 dərəcəyə uyğun olsun. Çıxaq x üstə gələk 3. Tək dərəcəli əmsallarının cəminə baxaq. 1 burada, -1 burada. 1 üstə gəl -1 elədi 0. Aha. Yaxşı, n-i 1 vahid artıraq 2 olsun. Yəni P2-ni tapaq. P2 bərabərdir x kubu çıxaq x üstə gələ 3-ün kvadratı. Onda P2x nəyə bərabər olar? Deməli, hər birinin əvvəlcə kvadratlarını tapırıq. X üstə 6 üstə gələk x kvadratı üstə gələk 9. Sonra 2 bir-birinə vururuq. X kubunu 2-yə vururam. X üstü 4, 2 misli -2 x üstü 4. Sonra üstə gələk x kubunu 3-ə vururam. Deməli 3x kubu 2 misli 6x kubu və -x 3-ə vururam. -3x 2 misli -6x. Tək dərəcəli əmsallara baxıram. Baxın, tək dərəcəli əmsallar bu ikisidir. Bu 6 ilə -6-ını toplayıram 0. 3-cü dərəcədən yoxlasaz, 4-cü dərəcədən, gəlin 4-cü dərəcə daha asandır, onu yoxlayaq. P4x-i tapaq, P2x-in kvadratı olmalıdır, düzdür? Yəni bu ifadənin kvadratı, x kubu çıxaq, x üstə gələ 3-ün kvadratının kvadratı olmalıdır. Yəni, müəllim, bax, bu aldığımız ifadələr bir-birinə vurmalıyıq. Vuranda tək dərəcə almaq üçün nə edirik? Bax, məsələn, yazaq, x üstü 6, üstə gələ x kvadratı üstə gəl 9, başlayayım burada çıxma çıxaq 2x üstü 4 mötərizə yazdım. 6x kubu çıxaq 6x bir də eyni şey. X üstü 6 üstə gələk x kvadratı üstə gələk 9 çıxaq 2x üstü 4 üstə gələk 6x kubu çıxaq 6x. İndi baxın. Bizə deyək tək dərəcəli əmsalların cəmini. X üstü 1 başlayaq. X üstü 6-nı birinci bu x üstü 6-nı götürək. X üstü 6-ya vuranda dərəcə müsbət. X üstü 2-yə vuranda dərəcə müsbət. 9-a vuranda dərəcə müsbət verməyə bağışlayın. Cüt. X üstü 6-nı 2x üstü 4-ə vuranda yenə dərəcə cüt. Amma sondakı ikisinə vurduqda dərəcələri olur mənfi. Baxın, dərəcələr burada biri müsbət altıdır, biri mənfi altıdır. Deməli, hər dəfə bu proses təkrar olunur və o dərəcələr bir-birini yox, dərəcələr tək olan əmsallar, bir hədlərin əmsalları bir-birini yox edir. Deməli, onda ümumi halda tək yerdə duran çox hədlərin əmsallar cəmi bizə nə verməlidir? 0 verməlidir. Ona görə burada da dərəcə 3 olduğuna görə yenə də bizə tək yerdə duran dərəcəli hədlərin əmsallar cəmi bizə nə verir? Tək dərəcəli hədlərin əmsallar cəmi bizə 0 verir ki, doğru cavab da E olur. Sonra 20-ci sual. 20-ci sualda deyilir ki, x kvadratı çıxaq x üstə gəl 1 bərabərdir 0-dır. X 107 çıxaq 1 ifadəsini sadələşdirin. Bunun üçün nə edirik? Hər tərəfi, bərabərliyin hər tərəfini x üstə gəlinsin 1-ə vururam. X üstə gələk 1-ə vururam. Sağ tərəfi x üstə gələk 1-ə vuranda yenə 0 alıram. Amma şərt qoyuram ki, x mənfi 1-ə bərabər ola bilməz. Yəni bu şərt daxilində x üstə gələk 1-ə vururam. Və nə alıram? Çünki bu tənliyin özü 0-a bərabərdir. Siz bax burada bu tənliyi x kvadrat çıxaq x üstə gələk 1 bərabər 0 tənliyini həll etsəz. X-ə 1 almayasınız. X-ə fərqli qiymətlər alarsınız. Hətta bu yəni həqiqi qiymət, həqiqi köklər deyil ha. Yəni köklər belə xəyali kompleks ədədlər olasıdır.
Ona görə x -1 ola bilməz bu tənliyin kökü. Deməli, x kubu əsas məsələ. Biz başqa bir şey axtarırıq. X kub üstə gələk 1 bərabərdir 0-dır və x kubu burada -1. Bu nə deməkdir? Harda x kubu görsən yerinə -1 qoy. Axı mən x kubu görmürəm. Bəli, amma burada misalın özü var. X üstü 107 çıxaq 1. Biz bu x üstü 107-ni yaza bilərikmi? X kubunun üstü 35-ci qüvvət. Bu neçə edir? X üstü 105. Yerdə nə qaldı bir dənə? Yerdə bir dənə qaldı. Deməli bizdə qaldı nə? Bizdə qaldı bir dənə x kvadratı. Düzdürmü? 3 dəfə 35 105 edir. %7 olması üçün bəli, şey çatmır. Nədir bunun adı? 2 dənəsi çatmır. X kvadratı çıxaq 1. Bərabərdir. X üstü 100, indi x üstü 3 neçədir bizdə? -1. Yəni -1 üstü 35 vuraq, x kvadratı çıx 1. -1 üstü 35 -1 edir. Onda olur -x kvadratı çıxaq 1. Beləliklə biz nə edirik? Baxın, bizdə verilir ki, x kvadratı çıx x üstə gələk 1 bərabərdir 0-dır. Buradan hər ikisini, yəni x kvadratı ilə 1-i sağa keçirsək, onda olur -x bərabərdir. -x kvadratı çıx 1. Deməli, bu misalın qiyməti bizdə nəyə bərabərdir? -x-ə bərabərdir. Və doğru cavab nə bənd olur? D bəndi olur. Beləliklə biz 7-ci testin suallarının izahına da baxdıq. Ümid edirəm ki, yenə də heç bir səhvə yol verməmişəm. Əgər hər hansı bir səhvlə qarşılaşsaz, zəhmət olmasa videonun şərh bölməsində qeyd edin ki, digərlərdə də çaşqınlıq yaratmasın. Həmişə kimi sizdən xahişim videonu bəyənmək, şərh yazmaq, kanala abunə olmaq, dostlarınıza tövsiyə etməkdir ki, biz səsimizi daha çox insanlara çatdıra bilək. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.